şəhər mərkəzlərində, qəsəbə mərkəzlərində və rayon mərkəzlərində də çay yataqları var, arxları var, kanallar var ki, orada da bu cür kolçoslar olur və onların təmizlənməsi həqiqətən də ciddi problemə çevrilir. Vətəndaşlar dəfələrlə müraciət etsələr də aidiyyatı qurumlar çox gec cavablandırırlar və nəticə etibarilə çox eybəcər bir vəziyyət yaranır. Və bu baxımdan da mən təklif edərdim ki, məhz bu çay yataqları, kanallar və arxlarla əlaqədar da burada bir müddəa olsun. Gəncə şəhərinin timsalında mən Xan arxının adını qeyd etmək istəyirəm. Tarixi bir arxdır və bu şəhərin ərazisində yerləşir, ancaq şəhərin bir başından ta o başına qədər gedir və digər rayonların ərazisinə keçir. Yəni ancaq inanın ki, oranı təmizləmək olmur. Kommunal idarəyə də müraciət olunanda onlar çox zaman gec cavab verir. Orada çox eybəcər bir vəziyyət yarananda, zibillər artdıqdan sonra o kolçosa ilişib qalırlar, ondan sonra gəlirlər nəsə eləməyə. Çox zaman da aidiyyatı nazirlik və yerli qurumlar bu məsələyə müsbət rəy vermir. Vətəndaş isə özü o kolçozu kəsəndə böyük cərimələrlə qarşılaşır. Ona görə heç kim artıq qarışmır bu məsələlərə. Mümkündürsə, yəni kənd təsərrüfatı təyinatlı olmasa da, ancaq su keçən yerlərə də şamil edək ki, bu məsələlər asan həll olunsun. Diqqətinizə görə təşəkkür edirəm.